Almaniya polisi ölkə üzrə əməliyyatlara başlayıb. Tədbir internetdə nifrət nitqi, təxribat və siyasətçilərin təhqirində şübhəli bilinən şəxslərə qarşı yönəlib. Almaniya üzrə xüsusi müxbirimiz Günay Məmmədova hazırda Berlindən bizimlə birbaşa bağlantıdadır. Günay, reydlər neçə vilayəti əhatə edir və nə qədər obyekt axtarış olacaq? Buyurun. Bəli, qeyd etdiyiniz kimi Almaniya polisi ölkə üzrə internetdə nifrət yaymaqda və təhqir etməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirir. Bu əməliyyat çərçivəsində siyasətçilərin təhqir olunması halları da araşdırılır. Ümumilikdə çərşənbə günü, yəni bugün Federal Cinayət İdarəsinin rəhbərliyi altında 170-dən çox axtarış və digər tədbirin həyata keçirilməsi planlaşdırılır deyə məlumatda vurğulanır. Almaniyanın 16 federal torpağının hamısında axtarışlar, sorğular və şəxsiyyətin müəyyənləşdirilməsi tədbirləri aparılır. Əsas diqqət internetdə sağçı ekstremist ifadələrin müəlliflərinə yönəlib. Bəzi hallarda dini ekstremizm və sol radikal çıxışlarla bağlı da araşdırmalar aparılır. Təkcə Şimali Reyn-Vestfaliya federal torpağında sosial şəbəkələrdə nifrət yayan paylaşımlarla bağlı hazırda təxminən 130 araşdırma və işin 14 iş aparılır. Almaniyanın qərbində yerləşən bu bölgədə əməliyyata inanda Bonn, Düsseldorf, Dortmund, Hagen, Köln və Münster şəhərlərinin polis orqanları tərəfindən həyata keçirilir. Şimali Reyn-Vestfaliyanın Daxili İşlər naziri Herbert Reul bu barədə məlumat verib və deyib ki, rəqəmsal təxribatçılar mobil telefonlarının və ya kompüterlərinin arxasında gizlənə bilmədilər. Nazir əlavə eləyir ki, bir çox insan nifrətlə fikir arasında olan fərqi unudur. Halbuki hər şey sadədir. Əgər real həyatda hansısa bir şey etmirsinizsə, onu internetdə də etməməlisiniz deyə o vurğulayıb. Və qeyd edeyim ki, ümumiyyətlə ekstremist paylaşımların sayında Almaniyada kəskin artım var. Federal Cinayət İdarəsi son illər internetdən nifrət yayanlara qarşı mütəmadi olaraq geniş miqyaslı əməliyyatlar aparır. İdarənin may ayında yaydığı məlumata görə 2024-cü ildə Almaniyada sosial şəbəkələrdə nifrət xarakterli paylaşımlarla bağlı 10.732 cinayət halı qeydə alınıb. Bu, ötən illə müqayisədə 34%, 2021-ci illə müqayisədə isə 4 dəfə çoxdur. Belə, bu qədər. Buyurun, söz sizdə.